əsgərlərimizə hücum eləyərək şəhid eləmişdilər və bizim üzərimizə düşən tapşırıq düşməndən qisas almaq. Birinci gün demək olar ki, əməliyyat başlandı, yəni alınmadı, yəni düşmən xəttini keçmək mümkün olmadı. Çünki müşahidə vaxtı biz baxdıq ki, düşmənin çoxlu sayda qüvvəsi yerləşmişdi və həmin gün biz əməliyyata başlaya bilmədik. Səhərsi gün digər bir yerdən əməliyyat başlandı. Düşmən demək olar ki, müşahidə vaxtı biz baxdıq ki, onun qazıntıları çox oldu, təzə vallar vurmuşdular. Vallar elə vəziyyətdə idi ki, demək olar ki, ayaq saldıqda biz qurşağa kimi torbağa batırdıq. Minalanmış sahəni keçdikdən sonra